Salam dəyərli izləyicilər, hər birinizi xoş gördük və sizin üçün bugün hədəf kurslarının 10-cu sinif üçün keçirdiyi 3-cü qrupa aid olan blok suallarının izahatına keçid alırıq və həmçinin qeyd edeyim ki, bu yaxınlarda artıq ilaxır çərşənbədir və həmçinin Novruz bayramı da yaxınlaşır. Hər birinizi ilaxır çərşənbəsi və Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edirəm. İnşallah hər biriniz üçün düşərli olsun və suallarımıza keçid alaq. 31-ci sualda qeyd edilir ki, verilənlərdən hansı İskit padşahlığına aiddir? A variantına baxırıq. İranzunun zamanında Manna ərazisində məskunlaşmışdılar. İskit padşahı İranzunun dövründə deyil, çünki 7-ci əsrdə yaranmışdı İskit padşahlığı. Bunu da qeyd edək. Ona görə də A variantı yanlışdır. B. Manna dövləti ilə ittifaq yaratmışdı. Bəli, Aşerin dövründə Manna ilə İskit padşahları arasında ittifaq yaranmışdı. Buna görə də burada B uyğun cavab olur. 32-ci sualda Monqolların 3-cü yürüşü nəticəsində Monqolların 3-cü yürüşü 1256 və 1258-ci illəri əhatə eləyir. Deməli, bu dövrdə baş verən hadisələri müəyyən eləyək. Bəndərin başçılığı üsyan 1231-də olduğuna görə A düşmür. Azərbaycan ərazisində yeni dövlət yarandı. Bəli, Hülakilər dövləti yarandı. 3-cü yürüşün nəticəsində Hülakilər dövləti yaranıb. Ona görə də sualın doğru cavabı B variantıdır. Digər variantlara baxaq. Atabəylər dövləti asılı hala salındı. Xeyr, Atabəylər Monqolların yürüşü zamanı Atabəylər dövləti ərazisində yürüşlər edilib. Lakin kəşfiyyat xarakterli idi. Monqollar məğlub olub geri qayıtdılar. Bu da yanlışdır. Əməvilər sülaləsi tərəfindən olan xilafətin varlığa son qoyuldu. Xeyr, Abbasilər xilafəti tərəfindəndir. Burada Əməvilər yanlışdır. Ona görə də sualın doğru cavabı B variantıdır. 30-cu sualda Qaraqoyunlu dövlətinin süqutunda aşağıdakı hansılar rol oynamışdır? Səfəvi dövləti ilə gərgin münasibətlər. Xeyr, biri götürmək olmaz. Çünki Qaraqoyunlu dövlətinin mövcud olduğu dövrdə Səfəvi dövləti mövcud deyildi. 1501-ci ildə yaranmışdı. Osmanlı imperiyasına müdaxilə. Ümumiyyətlə, Qaraqoyunlu dövləti Osmanlı dövlətindən adətən dostluq münasibətləri olub. Ona görə də 2 də yanlışdır. Bayandurlar tərəfindən yaranan təzyiqlər 3-ü götürə bilərik. Mərkəzi hakimiyyətə qarşı baş verən çıxışlar. Yəni 3-4. Doğru cavabımız D variantında göstərilib. 34-cü sualda qeyd edilir ki, daha sonra olmuşdur. Granada əmirliyinin süqut etməsi 1492, Azincourt döyüşündə fransızların məğlub olması 1415, Otayli üsyanı 1381, Reformasiya hərəkatının baş verməsi deməli 1517 Almaniyadan başlayır. Təbəriyə 1187-ci ildə olub. Daha sonra baş verdiyini nəzərə alsaq, burada daha sonra baş verdiyini nəzərə alsaq, reformasiya hərəkatının başlanması daha sonra olub. Yəni burada D variantı uyğun cavabdır. 35-ci sualda Hülakilər dövlətinin Ağqoyunlu dövlətindən fərqli cəhətləri. Sənətkarlardan tamğa vergisinin alınması. Tamğa vergisi Monqollar dövründə mövcud olub. Fərqli cəhətlərini soruşur. Yəqin ki, bu Ağqoyunlu dövlətindən mövcud idi. Ona görə də biri götürmürük. Təbrizin paytaxt şəhəri olması da ortaq cəhətdir. Hülakilər dövründə Marağa, sonra Təbriz Sultaniyə olmuşdur. Ağqoyunlu dövlətində paytaxt Təbriz olub. Ona görə 1-2 yanlışdır. Şirvanşahlar dövlətinin asılı hala salınması hər ikisi üçün ortaq cəhətdir. Yəni, YAM adlanan rabitə dayanacaqlar. Bir də Şirvanşahlar dövlətinin asılı hala salınması, YAM adlanan rabitə mərkəzlərinin yaranması, Azərbaycan uğruna Qızıl Ordu dövləti ilə mübarizə aparılması. Məsələn, deyək ki, Qızıl Ordu ilə mübarizə Ağqoyunlu dövlətinin fərqli cəhətləridir. Yəni, burada 5-i götürə bilərik. Sənətkarlardan tamğa vergisinin alınması deməli, fərqli cəhət. Təbrizin paytaxt şəhəri olması ortaq. Deməli, 2 olan variantlar Təbriz paytaxt şəhəri olması ortaq cəhətdir. 2 olan variantları aradan götürürük. Ola bilməz. 1-4-5-ə baxırıq. 1. Sənətkarlardan tamğa vergisinin alınması. 4-5 uyğundur. YAM adlanan rabitə Hülaki dövlətinin deməli fərqli cəhətlərini soruşur. YAM Hülakilərdə idi. Qızıl Ordu dövləti mübarizə də var idi. 4-5 uyğundur. Sənətkarlardan tamğa vergisi alınması. Bir də üstdə Şirvanşahlar dövlətinin asılı hala salınması. Məsələn, deyək ki, Şirvanşahlar dövlətini asılı hala salıb Hülakilər dövləti. Çünki 1256-58-də bütün Azərbaycanı tabe eləmişdi. Və ona görə də burada 1-4-5 uyğun cavab olur. Daha doğrusu, bir dəqiqə. 3-4-5 daha doğrusu. Yəni A variantı uyğun cavab olur. A burada uyğun cavab olur. Şirvanşahlar dövlətinin asılı hala salınması.
YAM adlanan rabitə dayanacaqlarının olması, Azərbaycan uğrunda mübarizə. Təbrizin paytaxt olması yanlışdır. Sənətkarlardan tamğa vergisinin alınması Monqollar dövründə meydana gəlir. Hülakilər də Monqol dövləti aid olduğuna görə biri götürmürük. Ona görə də A variantı uyğundur. 36-cı suala baxırıq. Gülüstan türbəsi və Qoşaminaraya aid olan ümumi cəhət. Gülüstan türbəsi Naxçıvanda yaranıb 13-14-cü əsrə aiddir. Qoşaminara isə 12-ci əsrdə, bu da Naxçıvanda yerləşir. Hülakilər dövləti tərəfindən inşa olunmuşdur. Bu Gülüstan türbəsinə aid etmə olar, amma Qoşaminara Möminə xatun türbəsi 12-ci əsrdə Memar Əcəmi tərəfindən inşa olunub. 12-ci əsrə aiddir. Götürmək olmaz. Naxçıvan şəhərində inşa edilmişdir. Bəli, burada B uyğun cavabdır. Hər ikisi Naxçıvan şəhərində yerləşmişdir. 37-ci sualda Fransa kralı 4-cü Gözəl Filipin fəaliyyətinə aid deyil. Kilsə torpaqları üzərində vergiləri qoyması. A uyğundur. Deməli, kilsə torpaqları üzərində vergi qoyması aiddir. Flandriya uğrunda mübarizə aparılması bu yanlışdır. Bir dəqiqə. Poitiers döyüşündə ingilislərə məğlub olması. Flandriya uğrunda mübarizə doğrudur. Daha doğrusu B var. Poitiers döyüşündə ingilislərə məğlub. Poitiers döyüşündə 4-cü Gözəl Filip hakimiyyətdə deyildi. Poitiers 1356-cı ilə aiddir. 4-cü Gözəl Filip isə deməli 1314-cü illərin artıq hakimiyyəti başa çatmışdı. 1285-1314-cü illərdə. Ona görə də burada Poitiers döyüşü, yəni C uyğun cavab olmaz. Baş ştatların çağırılması vardı 1302. Papaya qarşı mübarizə aparmışdı. Uyğundur. Deməli 37-də C uyğun cavabdır. Növbəti 38-ci suala baxaq. Norman işğalların İngiltərə üçün siyasi nəticələri. Mərkəzləşmiş dövlətin əsası qoyuldu. 1 doğrudur. 1 olar. Daxili və xarici ticarət genişləndi. Kral hakimiyyəti gücləndi. Burada siyasi nəticələr deyir. Daxili iqtisadi səbəblərdir. Kral hakimiyyəti gücləndi. Mərkəzləşmiş dövlətin əsası qoyuldu. 1-3 olar. Elə A variantıdır. A variantı. Məsələn, daxili ticarət bu iqtisadi tədbirlərə aiddir ki, daxili ticarət iqtisadiyyata aiddir. Burada siyasi səbəblər deyilsin. Mərkəzləşmiş dövlətin əsası qoyuldu. Kral hakimiyyəti gücləndi. Ölkə Fransız kralı tərəfindən işğal edildi. Səhvdir. Feodallaşma prosesi başladı. Sürətləndi. Daha doğrusu başladı. Ondan əvvəl də feodallaşma vardı. Ona görə A uyğundur. 39-cu sualda Səfəvi dövlətində hökmdardan sonra ikinci şəxs adlanırdı. Vəkildir. Yəni burada A uyğun cavabdır. 39-da A variantı. 40-cı sualda qeyd edilir ki, Azərbaycanda hadisələrdən hansının yerində, aşağıdakı hadisələrdən hansının yerini dəyişdirdiyə düzgün xronoloji ardıcıllıq alınır. Amerikada istiqlaliyyət bəyənməməsinin qəbul edilməsi 1776 iyun, Nesbi 1745, C qaynaqca 1774, İngiltərə burjua inqilabı 1649. Baxırıq, deməli istiqlaliyyət 1776, Nesbi 1745, C qaynaqca 1774. Deməli burada 1 ilə 4-ün yerini dəyişsək, düzgün xronoloji ardıcıllıq alınar. 1 ilə 4-ün yerini dəyişsək, düzgün xronoloji ardıcıllıq alınar. Cavabımız C variantında göstərilib. 41-ci sualda xəritədə işarələnmiş ərazi ilə bağlı cəhətləri tapın. Deməli, işarələnmiş ərazilərlə bağlı. Məsələn, 2-nin yerləşdiyi ərazi Gəncədir. Gəncə yazırıq. Burada Gəncə. 1-də yerləşir Təbriz. Baş hərflərini qeyd edilir. Təbriz. Yəni, burada 1 ilə 2-nin ortaq cəhətlərini seçibdir. İşarələmə bax, ortaq cəhətləri tapın. Monqolların birinci yürüyüşü zamanı xərac verib dağıntılardan xilas olmuşdular. Bəli, Təbrizlə Gəncə ikisi də Monqolların birinci yürüyüşünü xərac verib dağıntılardan xilas olmuşdular. Bir uyğundur. 11-ci əsrin ikinci yarısında paytaxt şəhər sayılırdılar. 11-ci əsrin ikinci yarısında. Məsələn, Şəddadilər və Rəvadilər dövlətinin dövründə paytaxt olublar. Ona görə də 2 də uyğun cavab. Doğru cavabımız məlumdur. A variantında göstərilib. Növbəti baxırdıq burada. Hülakilər dövlətinin paytaxtı olmuşdu. Bunu Təbrizə aid etmək olar, amma Gəncəyə aid etmək olmaz. Qafqazda yaşayan ərəb əmirliyin canişinin mərkəzi olmuşdur. Xeyr, bu da Dəbillə Bərdə olub. Bir müddət Mehranilər sülaləsi tərəfindən idarə olunurdu. Deməli, o Şimali Azərbaycan, Gəncəyə aid Cənuba aid etmək olmaz. Elə A variantı uyğun cavabdır 41-ci sualda. Növbəti, deməli, 42-ci suala baxırıq. Burada deyir ki, hadisə nəticə əlaqəsi pozulmuşdur. Aragon və Kastilya dövlətlərinin birləşməsi Vahid İspaniya krallığı, bəli, bu 1479-dadır.
olmuşdu. Bunu doğrudur hadisədir. Bu da səhvi istəyir. Katoliklə protestantlar arasında mübarizə 30 illik müharibənin başlanması ondan əvvəl olub. Ona görə pozulan dini mübarizə hədiyyəsini götürmək də olar burada. Edesiyanın Mosul hakimi tərəfindən tutulması, ikinci xaçı yürüyüşünün başlanması doğrudur. Doğrudur. Biz isə doğruları yanlış götürəcəyik, səhv olanları götürürük. Deməli, 1 ilə 3 olan 1-3 yanlış olar. Səlibçilərin Bizansdan qovulması, Bizans imperiyasının yenidən bərpa olması. 4 doğrudur, götürməyəcəyik. Vestfaliya sülhünün imzalanması, protestantların dini azadlığının rəsmən tanınması. Xeyr, əslində məsələn deyək ki, 2 dini müharibə 2 doğrudur, 2 doğru götürəcəyik. 5 Vestfaliya sülhünün imzalanması, protestant dini azadlığının rəsmən tanınması. Bu əslində dini azadlığın rəsmən tanınması demək Augsburg sülhünə əsasən idi. Ona görə doğru cavabımız D variantında göstərilir. 43-cü sualda verilənlərə aid ənənəvi ticarət yolları əhəmiyyətini itirdi. Ticarət yolları dənizlərdən okeanlara keçdi. Müstəmləkə işğallarının əsası qoyuldu. Təbii ki, böyük coğrafi kəşflər dövründə aiddir. Deməli, doğru cavabımız A variantında göstərilib. Növbəti 44-cü sualda qədim Misir və qədim Çin üçün ortaq cəhətdir. Fələstin və Suriyanın ələ keçirilməsi bu Misirə aiddir, Çinə aid deyil. A-nı götürə bilmərik. Hieroglif yazıdan istifadə edilməsi ortaq cəhətdir. Misirə də aiddir, Çinə də aiddir. Doğru cavabımız ona görə də B variantı olar. 45-ci sualda xronoloji ardıcılığı müəyyən edin. Mərv döyüşü olub 1510. Sultanənin Bayandurlarla döyüşdə Şəməsi döyüşüdür. Bu 1400 məğlub olmasıdır. 1494. Şah İsmailin Bayandurları məğlub etməsi 1501-dən də götürmək olar. Bu 1503-ü də götürə bilərik. Şirvan bəyləri bəyin yaradılması isə 1538-də olduğuna görə 38. Deməli, əvvəlcə olmalıdır. 2, 3, 4, 1. 2, 3, 4, 1 olmalıdır. Deməli, 2, 3, 4, 1, 2, 3, 4, 1, yəni D variantında uyğun cavab olaraq göstərilib. 45-ci sualda və 46-cı suala baxaq. Daha doğrusu 46-cı suala. Deməli, Səfəvi Dərviş orderinin yarandığı ərazinin xəritədə göstərin. Bu Ərdəbil şəhərində idi. Ərdəbil şəhəri 2 rəqəm göstərmiş ərazidədir. Burada da uyğun olaraq D variantı göstərilib. 47-ci sualda uyğunluq pozulmuşdur. Roma papasının təşəbbüsü yaradılmışdır. Müqəddəs birlik. Bu əslində müqəddəs Osmanlı dövlətinə qarşı idi. Roma papası da müqəddəs Roma imperiyası idi. Demək, müqəddəs birliyi ondan bağlı deyil, pozulmuşdur. 1782 Krımı işğal eləmişdi Çar Rusiyası. Deməli, 1783-dən söhbət gedir. Daha doğrusu müqəddəs Roma papasının təşəbbüsü yaratmışdı. Müqəddəs birlik doğrudur. 1783-də Krımı işğal etmişdi Çar Rusiyası. 1700 imperiya idi əslində. Çar Rusiyası 1721-dən Rusiya imperiya adlanır. Ona görə də burada yanlış variant B'dir. B variantı doğrudur. 18-ci əsrin sonlarına hüquqlar haqqında bil qəbul edilmişdi İngiltərədə 1689. Saratoga döyüşünə qalib gəldi ABŞ 1777-də. Doğrudur. Kanada İngiltərənin tərkibində qaldı. Parisdə Versalda imzalanan müqaviləyə görə. Doğrudur. Deməli, elə B variantıdır. 48-ci sualda 16-cı əsrdə Azərbaycan və Hindistan tarixinə aid ortaq cəhət. Osmanlı dövlətinə qarşı mübarizə aparmaları. Hindistan Osmanlı dövlətinə qarşı mübarizə aparmayıb. Mülk torpaq sahibliyindən geniş istifadə edilməsi. Vahid halda birləşdirilməsi. 16-cı əsrdə vahid halda birləşməsi. Teymurun yürüşlərinin məruz qalması. Monqol yürüşlərinin məruz qalması. Deməli, burada Teymurun yürüşünə 16-cı əsrdə məruz qalmayıb Hindistan. Monqol yürüşlərinə də məruz qalmayıb. Onu da götürə bilmərik. Vahid halda birləşmələri. Məsələn, Böyük Moğol dövlətində deyək ki, Hindistanı vahid halda birləşdiriblərmi? Mülk torpaq sahiblərinin geniş istifadə edilməsi. Osmanlı dövlətinə qarşı mübarizə. Bunu da götürə bilmərik. Hindistanda olmayıb.
Vahid halda birləşmələri. Məsələn, Hindistan 16-cı əsrdə tam vahid halda birləşməyib. Böyük Moğol dövlətinin dövründə idi. Ona görə də burada yalnız qalır mülk torpaq sahiblərinin sahibliyindən geniş istifadə etmələri, yəni B variantı uyğundur. Vahid halda birləşmə Hindistan tarixində 16-cı əsr Böyük Moğol dövlətində tam vahid halda birləşdirilməyib. Ona görə də B-ni götürmürük tam. 49-cu sualda Euler-Venn diaqramına əsasən uyğunluğu müəyyən edin. Deməli, Şeybanilərə qarşı mübarizə aparılması. Ancaq burada deməli Şeybanilərə qarşı mübarizə aparılması. Deməli, birinci Təhmasibə aid olar. A gedəcək 1-ə. Paytaxtın yeni şəhərə köçürülməsi Təhmasibə aid olar. B gedəcək. Deməli, A da B də getdi 2-yə. Osmanlı qüvvələrinin məğlub edilməsi ortaq cəhətdir. C ortaq cəhət olar. Yeni dövlətin əsasını qoyması uzun əsrinə aiddir. D gedəcək 1-ə. Vergi islahatı keçirib hər ikisi. Y bəndi gedəcək 3-ə. Deməli, birdə D, 2-də AB, 1-də D, 2-də AB, 3-də C-yi, 1-də D, 2-də AB, 3-də D variantında göstərilib. 49-a baxdıq. Növbəti 50-ci suala baxaq. 50-ci suala. Şah Məhəmməd Xudabəndinin hakimiyyət dövrünə aiddir. Çıldır döyüşünün baş verməsi. Bəli. Çıldır 1578 düşür. Azərbaycan vahid halda birləşdirməsi 2 yanlışdır. Təhmasibə aiddir. Dövlət idarəçinin zəifləməsi 3 var. Paytaxtın yeni şəhərə köçürülməsi yanlışdır. Paytaxt köçürülməsi etməyib. Krım türklərinə qarşı mübarizə aparıb. Deməli 1, 3, 5 doğru cavabımız A variantında göstərilib. 51-ci sualda Dizraq döyüşü nəticəsi 2-ci Çapurun başçılıq etdiyi Sasani qoşunlarının qalib gəlməsi. Xeyr, Dizraq döyüşündə Sasanilər məğlub olub 71-də. Albaniyanın kömək etdiyi Sasani qoşunları məğlubiyyətə uğratdı. Albaniyanın kömək etdiyi Sasani qoşunları məğlubiyyətə uğradı. Bəli, Albaniya köməkli etsə də, amma Sasani qoşunları məğlubiyyətə uğradı. Burada B uyğun cavabdır. 52-ci sualda 100 illik müharibənin baş verdiyi illər aralığında aid deyil. 100 illik müharibə baş verib 1337 1453 aralığında baş verib. Azərbaycanda yeni dövlətin yaranması ola bilər. Məsələn, Qaraqoyunlu aid deyil, daha doğrusu soruşur. A 1410-da Qaraqoyunlu dövləti vardı. Şaklar üsyanı 1358-də düşür. Canıbəyin Azərbaycan hücum edilməsi 1357 düşür. Azərbaycan Monqollar işğalının başa çatması 1239-a aiddir. Ona görə də burada D aid olmayan D variantıdır. Kresi 1346-ya aid düşür. 53-cü sualda Azərbaycanda 15-ci əsrə aid olan vergilər. İncu deyil, incu torpaq mülkiyyətidir həmçinin. Tamğa vergisi olar, mal cəhət var, iqta torpaq mülkiyyətidir. Deməli, mal cəhətdir, tamğadır, bir də bəhrə aiddir. Deməli, 3, 4, 5 uyğun cavab olar. 54-cü sualda xronoloji ardıcıllıq. Sultan Süleymanın Viyana şəhərini mühasirəyə alınması 1329, İngiltərə Respublikası elan edilməsi 1649, Boston çay qonaqlığı 1773, ABŞ-da ilk konstitusiya 1787-ci ilə aiddir. Deməli, əvvəlcə olmalıdır 1, yəni ardıcıllıq gedir də, ardıcıllıq olur 1, 2, 3 və 4 ardıcıllıq olur. 55-ci sualda Qazan xanın məhkəmə sahəsində keçirdiyi islahatla alqı-satqı işlərdə qanun qayda yaratmağa yönəlmişdi. 1 var. Elçilərə və yamışçilərinə alidən vəsait almaq qadağan edilir. Bu, rabitə islahatına əsasən idi. Yerli mahal və kənd qazlarının məhkəmə səlahiyyəti məhdudlaşdırıldı. Yerli mahal və kənd qazlarının məhkəmə səlahiyyətləri məhdudlaşdırıldı. 30 illik tarixə malik olan iddia sənədləri qanun qüvvəsini. Deməli, qanun qüvvəsini itirdi. Burada 1 ilə 4 uyğundur. 1 ilə 4, 55-ci sualda və 56-cı suala baxaq.
1498-ci ildə Vasco da Gama Hind okeanını keçərək hansı ölkənin sahillərinə çıxmışdı? Təbii ki, Hindistan sahillərinə çıxmışdı. 5 rəqəm göstərmiş ərazidədir. 57-ci sualda dövlət rəhbərlərinə uyğun olanları müəyyən edin. Deməli, 1-də Uzun Həsəndir, 2-də 1-ci İbrahimdir. Bunlara uyğun olaraq. Venesiya ilə ittifaq yaradan Uzun Həsəndir. A bəndi gedəcək 1-ə. Əmir Teymurdan asılı qəbul edən 1-ci İbrahimdir. Sonra Azərbaycanda Cəlalirlərin ağalığına son qoyulması Qara Yusifdir. Bunlar getmir. Dərbəndilər sülaləsinin son nümayəndəsi olması, ilk nümayəndəsi olması deyib İbrahimə. Qoylisar yaxınlığında Osmanlıları məğlub etməsi Uzun Həsənə aiddir. A, Y gedəcək deməli 1-ə, B gedəcək 2-yə. Deməli, A'yı getdi 1-ə, B də gedəcək 2-yə.